Namaz imkan məsələsi deyil qardaşlar. Onu tərk eləməkdə heç bir insanın üzrü yoxdur. Heç bir, sadəcə dəlilərin üzrü var. Hansı insanlar redyanıdır, dəlidir. Onlar qılmaya bilər. Hansı insan müsəlman olmadığını deyir, özləri bilər. Bir də ki, xəstə qadınlar. Əksi təqdirdə sən həm müsəlmanam deyib, həm Allah böyükdür deyib namaz qılmıram deməyin keçmir, sayılmır. Qiyamət günü sənin heç bir bəhanən olmayacaq. Rasulullah sallallahu aleyhi ve sellem deyir, ayaq üstə namaz qıl, ayaq üstə bacarmırsan, oturla qıl. Oturla bacarmırsan, uzana qıl. Uzana bacarmırsan, yan tərəfinə qıl. Qardaşım, su ilə dəstəməz al, su yoxdursa torpaqla təyəmmüm elə. Heç bir halda mən namazı buraxım deyə bir şey yoxdur. Sən necə bacarırsan, o şəkildə namazı qılır. Önəmli olan sən namazını qıl. Kəlmə şəhadətdən sonra, La ilahe illallah Muhammedur Rasulullah kəlməsindən sonra sənin müsəlman olduğunu ispat edən namazdır. Peyğəmbər s.ə.v bir kişi ilə küfür, şirk arasında nədir olan? Namazdır. Sən namazı buraxdınsa küfrə, şirkə düşmək an məsələsidir. Ya insanlar var gündə neçə dəfə tualetə girməyə üzürlü sayın. Tualetə girməyə vaxt tapır, yemək yeməyə vaxt tapır, WhatsApp-a girməyə vaxt tapır, danışmağa vaxt tapır, avtobusda gəzməyə vaxt tapır, hər şeyə vaxt tapır, namaza vaxt yoxdur. Sonra da deyir ki, mən müsəlmanam, iman əhliyəm, səndən dönə girəcəm cənnətə. Xeyr, elə şey yoxdur. Cənnət bədava deyil, müftə deyil cənnət. Cənnətə girmək üçün əziyyət çəkməlisən, cənnətə girmək üçün Allah Azza və Cəllənin qoyduğu yolla getməlisən.